Düz 13 gündən sonra Azərbaycan milli komandasını Fransada çox vacib bir oyun gözləyir. Bu oyunla əlaqədar mən çoxdankı köhnə belə deyək həmkarım Hüseyn İsmailbəyli ilə milli haqqında danışmaq istəyirəm. Hüseyn, oyuna baxmağa dəyər, yoxsa yox? İstənilən oyuna baxmışıq. Yəni Liechtensteinlə tutmuş, Rumuniyaya qədər bütün oyunlara baxmışıq. Yəqin ki, Fransaya da baxarıq təbii ki. Nə olur olsun oyuna baxacağıq. Gözləntilərin nədir? Gözləntilər barədə ciddi danışmaq olmur. Çünki mən bilən, ağlı başında olan istənilən adam bilir ki, bu oyunda bizi yaxşı etsin gözlənir. Bəs nə gözləyir? Hər halda meydana deyək də, meydana komanda çıxmalıdır, yoxsa bizə 3-0 hesabı ilə texniki məğlubiyyət veriləcək? Sözün açığı, Rüqar, mən sənə deyim də, mən bu oyuna baxacağım bizim qapımıza vurulan qolları saymaq üçün. Yəni, başqa bir marağım yoxdur oyunda. Çox pessimist deyil. Yox, yəni məncə çox realist. Realist, belə deyək. Amma bu 13 gün ərzində çoxlu söhbətlər gedir ki, milli komandanın baş məşqçisi kim olmalıdır? Bilirsən, birincisi, mən Santuşun buradan qovulması ilə ilk gündən razı deyildim. Bu barədə çox yazmışdım. Çünki niyə razı deyildim? Bu sikl, seçmə sikl Azərbaycan milli komandasının tarixində mənim yadımda olan ən ağır sikldir. Yəni, indiyəcən 5 komandalı, 6 komandalıq qruplarımız olub, ən az bir komanda dişimizə uyğun oldu. Bu dəfə düşmüşük 4 komandalı qrupa və hamısı bizdən 2 baş, 3 baş daha güclüdülər və bu sikldan nəsə gözləmək onsuz da ağılsızlıq idi və hər şeyi Santuşun üstündən yıxıb buradan göndərmək də məncə, çünki onu Santuşu dəvət eləyəndə fikirləşmək lazımdır ki, bu adam bizə nə verə bilər. Yəni ki, artıq seçmə mərhələdə mənası yoxdur danışmaq. Yəni ki, seçmə mərhələnin ortasında Rusların bir misalı var, Kanina Peripravini minəyət. Yəni, bunu durub dəyişməyin heç bir mənası yox idi. Yəni, mən hesab edirəm mənası atılır. O ki, qaldı sonraki proseslərə. Mən düşünmürdüm ki, kimsə bu cür oyunları tərəfəsində Azərbaycan milli komandasının başına keçməyə könüllü şəkildə razılıq versin. Amma könüllü olmasa da xilaskar kimisə gətirməlidirlər. Düzdür, Ayxan Abbasovun adı gedir, Igor Panamarevin adı gedir. Hətta milli komandada Santuş gedəndən sonra Rəşad Eyyubov var, köməkçisi, onun adı gedir. Hər halda kimisə gətirib saxlamaq lazımdır orada. Hətta bizim azarkeşlər belə bir təklif elədilər ki, komanda baş məşqçisiz getsin. Gör, nə olacaq? Həmin futbolçulardır. Onsuz da fərqi yoxdur. Yəni, bu dəqiqə sən Azərbaycana başına, milli komandasının başına gətir. Dünyanın ən güclü, ən istedadlı, nə bilim, ən parlaq məşqçisini gətir. Nəticə etibarilə heç nə dəyişməyəcək. Amma söhbət ondan gedir ki, bu işin idman tərəfindən başqa mənəvi tərəfi də var. Çünki bu yükün altına girmək hər adamın işi deyil və Ayxan Abbasov girib faktiki bu işin altına. Bir oyunluq. Bəli. Bir oyunluq girib, indi də müqavilə istəyir. Çünki adam istənilən ağlı başında adam başa düşür ki, yaxın aylar ərzində millinin bu sikli, dünya çempionatının seçməsi qurtarana qədər yaxşı heç nə gözləmir və baş məşqçisi birbaşa özünü hədəf halına gətirir. Tənqid də olunacaq, təhqir də olunacaq, xoşa gəlməz sözlər də eşidəcək, bəlkə evindən küçəyə də çıxmaq istəməyəcək, cəmaatı görməsin deyə. Yəni bunu əgər Ayxan Abbasov öz boyundan, bilmirəm onun hansı fikirləri olub, hansı düşüncə ilə bu işə boyun olub. Çünki şəxsən mən futbol mütəxəssisi deyiləm, futbolçu deyiləm, məşqçi deyiləm. Mən bu işə razılaşmazdım, istənilən pul müqabilində razılaşmazdım. Çünki olan qalan hörmət də itəcək. Hörməti də itirə bilərsən, adı da. Bəli. Ayxan Abbasov buna qol qoyub. Yəni, gedib bu işin axırınacan. Yəni, buna mən bilən imkan yaratmaq lazımdır ki, heç olmasa bu sikl qutarsın. Sonra Avropa çempionatı, Millətlər Liqasında, Avropa çempionatının seçməsində başqa bir məşqçi və yaxud da elə bəlkə Ayxan Abbasov nəsə bir möcüzə yaratdı. Məşqçinin Fransaya 6 dənə, 7 dənə ən yaxşı halda yox, 3 dənə qol buraxıb canımızı qutardıq. Bu artıq mənim üçün bu oyunu Azərbaycanın göstərə biləcəyi
ən yaxşı nəticə ola bilərdi. Hətta Bir də- bir qol vursalar hətta Bir də Hüseyn, fantastik olur. biz sənə elə gəlmir ki, bəlkə biz biraz Fransanı çox şişirdirik. Biz o 0-10-u 30 il bundan qabaqki məğlubiyyəti yada salırıq. Bizə biraz belə qorxu gəlir. Yox, falan bu keçən iki oyuna baxaq. İslandiyaya 5-0 uduzduq. Çünki İslandiyanın doğma meydançasıdır. Meydança çox yaxşı vəziyyətdə idi, ideal vəziyyətdə idi. İslandiya istədiyini eləyirdi. Bizim komanda çaşqın idi, oynaya bilmir, ayaqları top tutmurdu. Sadə dillə desək. Ukraynanın oyunda mənə şəxsi fikrim belədir ki, birincisi Ukrayna bizi normal qiymətləndirmədən meydançaya çıxmışdı. Nidaçını eləyirik demişkən. Amma ikincisi tərəfdən bizim meydançamız çox bərbad vəziyyətdədir. Tofiq Bəhramov da və Ukrayna istədiyi oyunu sadəcə göstərə bilmirdi və o cür avtobusla Ukrayna sadəcə olaraq həmin meydança şəraitində bacarmadı və bəxtimiz də gətirdi ki, bir penalti ilə qol vurduq. Və heç-heçə ilə canımızı qurtardıq. Bəli, bir xal qazandı. Son sualımız proqnoz. Fransa-Azərbaycan hesab. 8-0. Yaman pislidir. Gözləyək də. Sağ ol.